Salam, hər vaxtınız xeyir olsun. Biz bugün deməli qəbullardan 2009-cu ilin nömrə 12 və B variantının qəbul testlərinin izahına baxacağıq. Ə, Deməli, başlayırıq 51-ci sualdan. 51-ci sualda bizə deyir ki, cisim çevrə üzrə bərabər sürətlə fırlanır. Bu zaman fiziki kəmiyyətlərdən hansı sabit qalır? Biz bilirik ki, çevrə üzrə hərəkətdə V vektor modulda bərabərdir konstant. Bu nə deməkdir? Bu o deməkdir ki, sürətin ədədi qiyməti sabit qalır, amma istiqaməti dəyişir. Toxunan istiqamətdə. Deməli, sürət olmaz. Yəni, sürətin istiqaməti dəyişir. İmpuls olmaz. Çünki biz bilirik ki, impuls P bərabərdir mv'dir və vektorial fiziki cəmiyyətdir. Deməli, ədədi qiyməti sabit qala bilər, amma istiqaməti dəyişir. Cismə təsir edən qüvvə olmaz, çünki istiqaməti dəyişir, çevrənin mərkəzinə doğru yönəlir. Təcilin də biz təcil üçün də yazırıq ki, A modulda bərabərdir konstant, yəni ədədi qiymət sabit qalır, istiqamət dəyişir. Deməli, burada var Y variantına kinetik enerji, elə cavabımız da Y variantıdır. Çünki kinetik enerji skalar fiziki cəmiyyətdir. Skalar fiziki cəmiyyət olduğuna görə ədədi qiyməti, yəni istiqaməti yoxdur da, skalar cəmiyyətdir. Ona görə də cavabımız olacaq kinetik enerji. 52-ci sualda deyir ki, R bərabərdir 50 ohm müqavimətli naqidə dəyişən cəryanın, deməli, söhbət dəyişən cəryandan gedir. Rəqs perioduna bərabər zaman müddətində T bərabərdir T olduğu müddətdə nə qədər istilik miqdarı ayrılar? Q bərabərdir suala. Biz bilirik ki, deməli, İM, yəni amplitud qiymət bərabərdir. Kökdə 2i-dir. Yəni, təsir edici qiymət bizdə nədir? İM bölünsün kökdə 2-dir. İ təsir edici. Və burada biz Q bərabərdir. İ kvadratı RT-də i-nin yerinə gətirib təsir edici qiyməti yazanda bizdə düstur. İM kvadratı bölünsün 2, kökdə 2-nin kvadratı. Vur R, vur T-yə bərabərdir. Periodu da 4də 1, 4də 2, 4də 3, 4də 4 perioda deyir, bərabər müddətdə. Onda bizim T'miz 0,4'dür. İM verilib. Baxın, i'nin amplitud qiyməti 10 bölünsün 2. R'imiz 50, zamanımız da 0,4'dür. Bu bizə verir 2'ni. İM kvadratı da burada 100 olmalıdır. 2'lər buradan ixtisar edir. Cavabımız qalır 100. Yəni, Y variantı. Deməli, baxaq 53-cü suala. Məxsusi periodu 0,5 saniyə olan rəqs sistemində periodu 0,2 saniyə olan periodik qüvvənin təsiri ilə məcburi rəqslər yaranır. Bizdən soruşur məcburi rəqsin tezliyi. Məcburi rəqsin periodu 0,2 saniyədir. Tezliyi də 1 bölünsün T. Yəni 1 bölünsün 0,2 edir 5 Hz Y variantı. Deməli 53-də cavabımız olacaq Y variantı. Baxaq 54-cü suala. Deyir ki, verilmiş kütləli ideal qaz göstərilən izoproseslərdə eyni istilik miqdarı alır. Qazın daxili enerjinin dəyişmələri arasında hansı münasibət doğrudur? Gəlin baxaq birinciyə. Birincidə ümumiyyətcə biz bilirik ki, delta U bərabərdir Q minus A ştrik. Qazın gördüyü iş. Və burada 1 PV-dən tərs mütənasib asılıdır. Tərs mütənasib asılıdırsa, deməli proses izotermik prosesdir. İzotermik prosesdə T konstantdır. T konstantdırsa, U da konstantdır və delta U isə 0-a bərabərdir. Deməli, delta U1 bərabərdir 0-a. İndi baxaq 2 ilə 3-ə. Üçüncü proses 2-yə baxaq. İkinci proses izobar prosesdir. İzobar prosesdə P bərabərdir konstant, delta U bərabərdir Q minus A iştirik. Üçüncü prosesə baxsaq,
Üçüncü prosesdə görürük ki, izoxor prosesdir. V bərabərdir konustan. V konstantsa delta V'miz sıfırdır. A iştirik bərabərdir P delta V'dən. O zaman işimiz də sıfır olacaq. Deməli, delta U'muz bərabər olacaq Q'ya. Onda 2 ilə 3-ü müqayisə etsəm, baxın, biri var delta U bərabərdir Q minus A iştirik ola. Bir də var delta U bərabərdir Q'ya. Deməli, delta U 3 böyük olacaq delta U 2-dən. Yəni, cavabımız olur 54-də Y variantı. Baxaq 55-ci suala. 55-də bizə deyir ki, Tesla vur metr kvadratı ifadəsi hansı fiziki? Tesla B induksiyanın vahididir. Metr kvadratı da S vahididir. Deməli, bizdə burada Fi'dir. Yəni, maqnit seli. Müstəvi kondensatorun gərginliyinin lövhələri arasındakı məsafədən asılı qrafiki verilmişdir. Fikir versək, U sabitdir. Deməli, sabit gərginlik mənbəyinə qoşulmuşdur. Yəni, U konstantdır. Bizdən Q'nun S-dən asılıq. Q bərabərdir SU. U sabitdir. S-ni açırıq müstəvi kondensator üçün. Epsilon, epsilon 0 S bölünsün D, vurulsun U. Və Q S ilə düz mütənasib asılıdır. Baxaq 57-yə. İnduktivliyini dəyişmədən cəryan şiddətini necə dəyişmək lazımdır ki, maqnit sahəsinin enerjisi 9 dəfə artsın. Verilən kəmiyyətlərin hər birinin iştirak etdiyi düstur yazırsınız. 9 dəfə artsın, yox, azalsın. Deməli, 9 dəfə azalmanın getməsi üçün görürəm ki, maqnit sahəsinin enerjisi I ilə kvadratik düz asılıdır. Deməli, bu azalanda I 3 dəfə azalmalıdır ki, Çin kvadratı 9-dur. 3-də 1. Mən belə yazıram. Bir də 2 al üçün yaz. Tərəf tərəfə bil. O vaxt etkisidir. Ən yaxşı, yəni bu cür yazmaqdır. 3 dəfə azalma getməlidir ki, onda maqnit sahəsinin enerjisi 9 dəfə azalacaq. Elə bizdən də bunu soruşur. Rəqs konturunda kondensatorun yükünün zamandan asılı qrafiki verilmişdir. Sarğacdakı cəryan şiddətinin amplitud qiyməti. Uşaqlar, biz bilirik ki, İM bərabərdir QM omega. QM omegamız da nədir? 2pi bölünsün T'dir. Burada QM'imiz 8'dir. 8 mikrokulon. Yazaq yerinə. 8 vur 10 üzəri -6 vur. 2 pi'miz 3. Periyodumuz 4'də 1, 4'də 2, 4'də 3, 4'də 4. Baxın 4. Amma burada görürsünüz millisaniyə. 4, 10 üstü -3. Deməli, üzr istəyirəm. Onu periyodu alta yazmalıyım. 2 dəqiqə. Deməli, kəsrin məxrəcindədir periyod. 4 vurulsun 10 üzəri -3. 8, 4, 2, 2 dəfə 2, 4, 12. 12'yi 10 üstü -3 qatdı yuxarı. 10 üstü müsbət 3 oldu. 10 üstü -6 ilə də müsbət 3'ü toplayanda -3. Yəni 12 milliamper olacaq cavabımız. 58'də cavab olur A variantı. Baxaq 59-cu sualı. Doymuş buxar. Söhbət doymuş buxardan gedir. Doymuş buxarın təzyiqi, sıxlığı və eni V-dən asılı deyil. Bizdən soruşur kütləni. N bərabərdir rho V. Nə dedik? Dedik ki, rho sabit qalır. V 2 dəfə azalır. Onda kütləmiz də 2 dəfə azalacaq. Cavab oldu A variantı. Baxaq 60'a. 60'da bizə nə deyir? Cismin sürətinin proyeksiyasının zamandan asılı qrafiki verilmişdir. 4 saniyə ərzində cismin orta sürətini tapın. 4 saniyə ərzində orta sürəti tapmaq üçün biz orta sürət düsturundan bilirik ki, ümumi gedilən yolun ümumi zamana nisbətidir. Ümumi gedilən yolumuz VT qrafikində fiqur sahəsidir. Yəni 5 vur 4 bölünsün 2 edir 10. 4 saniyə ərzində onu da 4'ə böləndə 2 tam onda 5.
61-ci sualda bizə deyir ki, verilmiş maddədən hazırlanmış iki cismin toxunan səthləri arasında sürüşmə sürtünmə əmsalının toxunan səthlərin sayəsindən asılılığı. Mu nə S-dən, nə F-dən, nə M-dən asılı deyil. Materialın növündən və kələkötürlükdən asılıdır. Daha sonra şərti işarəsi şəkildə təsvir olunmuş qurğu nə üçün istifadə edilir? Elektrik yükünü və enerjini toplamaq üçün kondensatordur. Bir köynək müsbət Q, mənfi Q-dür. Biz köynəkləri deyirik və burada da elektrik yükünü toplamaq üçün. 63-cü sualda deyir ki, öz-özünə induksiya EHQ-si hansı ifadə ilə təyin olunur? Mənfi L delta Y bölünsün delta T. Deməli, 2024-cü ildə də bu sual düşüb. Düzdür, əsas sualdır. Amma 2024-cü ildə də salıblar bu sualı. 64-cü suala baxaq. Deyir ki, rezistor və termistor qoşulmuşdur. Termistoru qızdırıram. Termistor yarımkeçirci cihazdır. Termistoru qızdıranda müqavimət temperaturdan tərs asılıdır. Temperatur artır. O zaman müqavimət azalacaq. I bərabərdir. U bölünsün ardıcıl birləşmədir. R rezistor plus R termistor. Əgər R termistor azalırsa, onda I artacaq. Digər tərəfdən, baxın, voltmetr rezistora qoşulur. Rezistorun müqaviməti dəyişmir. Deməli, U bərabərdir. R rezistor vurulsun I. Dövrənin ümumi cəryanı artır. Onda voltmetrin göstərişi də artacaq. Deməli, cavabımız olacaq B variantı. Baxaq 65-ci sualı. 65-də deyir ki, dəyişən cəryan dövrəsində tutumu 10 nanofarad. Yəni C bərabərdir. 10 vurulsun 13-9. İnduktivliyi 0,3 Henry. Tezliyin hansı qiymətində sarğacın induktiv müqaviməti, yəni XL, tutum müqavimətindən 3 dəfə böyük olur. XC. Tezliyin hansı qiymətində? Deməli, indi biz nə edirik? Deyir, yazır ki, XL bərabərdir 3XC-yə. XL-imiz omega L-dir. XC-miz 1 bölünsün omega C-dir. Onda biz alırıq ki, omega kvadratı L vur C bərabərdir 3-ə. Omegamız 2 pi nüdür. Kvadratı olacaq 4 pi kvadratı nü kvadratı vur L vur C bərabərdir 3-ə. Nü kvadratı da bərabərdir 3 bölünsün 4 pi kvadrat L C belə. Nünü buradan tapsa 3 bölünsün 4 10 üstü yox 10 pi kvadratı. Deməli, elimiz nə oldu? 0,3 Henry. C'miz də 10 vurulsun 10 üstü mənfi 9 olacaq. Baxın, bu ikisi 3 eləyir. Bunlar getdi. Yazdıq. 10 ilə 10 üstü mənfi 9 elədi 10 üstü mənfi 8. Bu da edir 0,25 vur 10 üstü mənfi müsbət. Çünki yuxarı qalxdıq 10 üstü müsbət 8. Onda nüyümüz bərabər olacaq. 0,5 vur 10 üstü 4. Yəni 5 vur 10 üstü 3. 5 kilo hertz B variantı. Elektrik cəryanı nəyə deyilir? Yüklü zərərçilərin nizamlı, yəni istiqamətlənmiş hərəkətinə elektrik cəryanı deyilir. Füqlə müəyyən bucaq altında, uşaqlar bu sizə düşmür, bilirsiniz, amma yenə də deyəcəm. 1, 2, 3 nöqtələrin impulsların modulu 2 nöqtəsində impuls ən kiçik olur. 2 nöqtəsində impulsun, deməli, sürətin Y proyeksiyası 0-a bərabər olur və orada da bizdən impulsun modullarını istəyir. 1-3 nöqtəsində başlanğıc sürətimiz bərabər olduğuna görə burada da 1-3 nöqtələrində impulslar bərabər olur və onlar da böyük olur 2-dən. Çünki 2-də ən minimum qiymətini alır. Aha. Sonra deməli keçək 68-ə. Hansı rəngli işıq dalğası üçün şüşənin sındırma əmsalı ən böyükdür? Deməli biz bilirik ki, yuxarıdan aşağıya doğru getdikcə sındırma əmsalı artır.
Qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy, bənövşəyi. Cavabımız olacaq bənövşəyi. 69-a baxırıq. Yüklər asılmış çəkisi çubuq. Deməli, çubuğun ağırlıq qüvvəsi çəkisi, yəni nəzərə alınmır. T gərilməni istəyir bizdən. Burada baxın, bizə lazım olmayan əlavə bir yük verilib. O zaman biz həmin yükü nə edirik? Dayaq kimi düşünürük. Baxın, 2 dəqiqə. Gəlin biz dayağımızı yerləşdirək bu yükə. Elə bir fikirləşək ki, ümumiyyətlə bizə lazım olmayan yükü aradan qaldıraq. Deməli, dayağımızı yerləşdirdik bura. İndi P vurulsun, qolu momentlər şərtinə əsasən 2, 3, 4, 5 olacaq. Bərabərdir. T gərilməmizin qolu isə 1 damadır. O zaman T'miz bərabər olacaq. 10 vurulsun 5, 50 Newton. Yəni D variantı. Sonra baxaq, deməli, 70-ci suala. Bizə deyir ki, bir cisim maqnit sahəsində çevrə üzrə bərabər sürətlə hərəkət edən protona trayektoriyası A nöqtəsinə təsir edən Lorentz qüvvəsi həmişə çevrənin mərkəzinə doğru yönəlir. Yəni, cavabımız olacaq C variantı. Cisim üfüqlə 45 dərəcə bucaq altında atılmışdır. Bucaq altında atılma şagirdlərə düşmür, amma izahını verirəm. Biz bilirik ki, baxın, H maksimum düsturu bizdə nə idi? V0 y-in kvadratı bölünsün 2J'dir. V0 y-imiz də bizdə nədir? V0 sinus alfadır. Burada olacaq V0 kvadratı sinus kvadratı alfa bölünsün 2J. T uçuşumuz bərabərdir. T uçuş yox, uçuş müddəti yox, uçuş məsafəsi lazımdır mənə. Yəni L uçuş. L uçuşumuz da bərabərdir. Vx vurulsun T uçuş idi də. Biz burada Vx-i bilirik ki, Vx-imiz V0 kosinusdur. T uçuşumuz da V0 sinusdur. Onda onlar bir-birinə vurulub. Yazıram. V0 kosinus alfa vurulsun 2V0 sinus alfa bölünsün J yazdım yerinə. İndi bizim düsturumuz olur. 2V0 kosinus alfa sinus alfa bölünsün J. Trigonometrik düsturlara əsasən sinus 2 alfa bizi nəyi verirdi? 2 kosinus alfa sinus alfa və ya 2 sinus alfa kosinus alfa. Onda gətirib yuxarıda nəzərə alsaq, el uçuşunun düsturu olur. Deməli, V0 sinus 2 alfa bölünsün J olacaq. V0 yox, uşaqlar, burada 2 dənə V0 kvadratı. V0 kvadratı sinus 2 alfa bölünsün J. Düsturları yazandan sonra 45 dərəcədir. Sinus artan funksiyadır. Bucaq artdıqca sinusun qiyməti artır. Deməli, gəlin əvvəlcə H maksimuma baxaq. Sinus alfa artdıqca H max artacaq. Bunu yazdıq. İndi baxın burada. Baxın burada deyir ki, əvvəlcə 45 dərəcə mənə gətirib. Gətirib bunun yerinə 45 qoysam, olacaq sinus 90. Sinus özünün ən maksimum qiymətini 90 dərəcə altı alır. 1. Deməli, 45-dən sonra məsələn 50 qoysaq eləyəcək sinus 100. Yəni artıq 90-dan sonrakılarda azalma gedəcək. Onda deyirik ki, çünki max qiymətini 90-da alır axı. Onda deyirik ki, artar, ikincidə azalar. Deməli, bucaq artdıqca sinus azaldığına görə L uçuş da azalacaq. Sırf burada 45 dərəcə verdiyinə görə. Yəni orada diqqətli olun. Bizdə sinus 2 alfadır ona görə. Gəldim 72-ci suala. 72-ci suala baxırıq. 5 litr V bərabərdir 5 litr. 5 vurulsun 10 üstü -3 kub metrə çevirdik. N bərabərdir 4 vur 10 üstü 20. Molekulların konsentrasiyası N bərabərdir sual. N bərabərdir N bölünsün V. N'imiz 4 vurulsun
10 üstü 20. V'miz de 5 vurulsun 10 üstü mənfi 3'dür. 0 onda 8 vur 10 üstü 23. Bu da olacaq 8 vur 10 üstü 22. Toplu sualıdır. Dalğa uzunluğu 2 mikrometr. Əslində hamısı toplu sualdır. Lambda bərabərdir 2 mikro. 10 üstü mənfi 6 metr. Fotonun kütləsini istəyir bizdən. H-ı, Planck sabitini və S-ni verir. Deməli, burada fotonun impulsu bilir ki, H bölünsün lambdadır. P'nin yerinə biz MC yazsaq, H böl lambda. Bizdən də M istəyir. H bölünsün lambda vurulsun S. Gəlin qoyaq yerinə. 6 onda 6 vurulsun 10 üstü mənfi 34. Bölünsün lambdamız 2 vur 10 üstü mənfi 6. S'miz də 3 vur 10 üstü 8. O da bərabərdir. Bu edir 6 altdakı. 6 tam onda 6'nı da 6'ya böləndə edir 1 tam onda 1 vur. 10 üstü mənfi 6 10 üstü 8 edir 10 üstü 2. O da qalxır yuxarı olur 10 üstü mənfi 2. Onda 10 üstü mənfi 34 ilə 10 üstü mənfi 2 edir 10 üstü mənfi 36. Yəni cavabımız olur C variantı. Fotonun sükunət kütləsi yoxdur. Ha, fotonun sükunət kütləsi 0'dır. Burada fotonun sükunət kütləsini soruşmur. Hərəkətdə daxil. Deməli, bir dənə baxaq 74 və 75-ci suallara. 74-cü sualda deyir ki, M-ləri verib T-ləri istəyir. Baxın, T gərilmə qüvvəmiz ip boyunca bu istiqamətdə yönəlir. MJ ağırlıq qüvvəmiz, gəlin onu da çəkək başqa qələmlə, rənglə. MC ağırlıq qüvvəmiz həmişə ağırlıq mərkəzindən, biraz yandan özüm çəkirəm ki, bilinsin. Sonra bizdə F arximet qüvvəmiz isə cisimdən, batan hissədən yuxarı. İndi bunları göstərəndən sonra bir dənəsi üçün tənliyi yazıram. Deməli, baxın, F arximet dedik, T gərilmə və M şey. Yazaq, F arximet bərabərdir M1J plus T. Düzdür? T1. İndi buradan T1'i tapsam nə olacaq? T1'i tapanda F arximet çıxılsın M1J olacaq. İndi bizə deyir ki, o biri üçün də eyni şey yazırım. T2 bərabərdir F arximet çıxılsın M2J. T3 bərabərdir F arximet çıxılsın M3J. İndi fikir versək, sıxlıqların mayenin sıxlığından kiçik olan 3 eyni həcmdir. Deməli, arximetlər bərabərdir. Həcmlər çünki eynidir. Və biz baxırıq kütlələrə. 1'in kütləsi böyükdür 2'nin kütləsindən, o da böyükdür 3'ün kütləsindən. Deməli, qabaqdakı mənfiyə əsasən kütlə ilə tərs asılıdır. Onda ən böyüyü T3 olacaq. T3 böyükdür T2'dən, o da böyükdür T1'dən. Yəni, bu şəkildə olacaq. İkinci suala. 75-ci sualda bizə deyir ki, yarım parçalanma periyodunun 2 mislinə bərabər zamanda, yəni T-miz 2T-yə bərabər zaman müddətində radioaktiv nüvələrin neçə faizi parçalanır? Bizdən soruşur delta N'in neçə faizi parçalanma gedəcək. Gəlin biz delta N'in düsturunu yazaq. Delta N bərabərdir N0, 1 çıxılsın, deməli 2 üstündə mənfi T bölünsün T'dir. N0 vurulsun, 1 çıxılsın, 2 üstündə mənfi T'nin yerinə qoyuram 2T bölünsün T. T'lər getdi, o da bərabərdir. N0 vurulsun, 1 çıxılsın, 2 üstü mənfi 2, 4'də 1 deməkdir. 1'dən də 4'də 1'i çıxsam, qalacaq N0 vurulsun, 4'də 3. Yəni, 4'də 3'ü parçalanıb. Deməli, 4'də 3'ü parçalanıbsa, onda 75% edir də 100'ün 4'də 3'ü 75% edir. Deməli, cavabım olacaq
A variantı. Hər kəsə uğurlar arzulayıram. Növbəti videomda 2009-cu ilin nömrə 3-cü, nömrə 3 yox, nömrə 12 izahını verəcəm.